bir İran tarixini müdafiə edən bir dənə tarixçi İrandan, Turandan, Türkiyədən, Rusiyadan, Azərbaycandan, Ermənistandan, hardan olur olsun bir dənə tarixçi çıxsın, ciddi mənbəyə əsaslanan, Fars mənbəsindən danışmıram, ciddi mənbəyə əsaslanan bir dənə mənbə göstərsin ki, 7-ci əsrdə İran dövləti, 9-cu əsrdə İran dövləti, 15-ci əsrdə İran dövləti, nə bilim 18-ci əsrdə İran dövləti. Mən bu mövzuda bir daha danışmayayım. Yox, bu qədər iddialı danışıram. Bir dənə tarixçi çıxsın, desin ki, filan yerdə İran dövlətindən danışılırdı. Persiyadan danışıla bilər. Persiyadan danışmıram. Sasanidən də danışıla bilər. Əhəmənilərdən də danışıla bilər. Osmanlıdan da danışılacaq. Elxanilərdən, Ağqoyunludan, Qaraqoyunludan da danışılacaq. Qaraqoyunlunun sənə, Qara Yusifin sənə nə aidiyyatı var? Uzun Həsənin sənə nə aidiyyatı var? Sən öz tarixin kimi göstərirsən onu, amma dünya. Bəli, bax, indi sualınıza qayıdıram. Avropada, Amerikada bu təbliğatı aparıb cəmiyyəti ona inandırıblar. Uzun illər ərzində. Çox təəssüf. Evet. Təəssüf ki, Avropada buna meyilli olub. Çünki bu təbliğat Türk əleyhinə olubdur. Türkçünün böyüklüyünün aradan qaldırılmasına, Osmanlının zəiflədilməsinə, Qacarların zəiflədilməsinə xidmət edibdir. Ona görə də Persiya təbliğatına, Fars təbliğatına dəstək veriblər.